Övladdan pay vermək olurmu? Niyə olmur? Sizin adınızda rəsmi 8 uşaq var. Bəli. Bəs digər 9-cu? Onu deyə bilmərəm. Dərman atır, eləyir, ki, müalicə alır. Psixoloji durumu. Uşaqlardan istifadə eləyib, hətta qəbir üstündə də dilənmək. Sosial şəbəkələrdə canlı açaraq övladının dəfn prosesini göstərən və səhifədə kart var, tıklayın sözləri ilə məşhurlaşan 9 uşaq atası Kamil Cəbrayılov cəmiyyətdə böyük narahatçılıq yaradıb. Diqqət çəkən məqamlardan biri də bu video görüntülər onun ikinci həyat yoldaşı tərəfindən lentə alınıb. Mən də orada pul söhbəti eləməmişəm. Ancaq qınaq dedi ki, biz niyə yarım metr qazmısınız? Necə? Mənim puluma 45 manat pulum olub da. 5 manata yarım metr qazdılar, yəni daha çox qazmağa daha çox pul istədilər. Necə? Bəli. Çəkiliş edən kim idi? Bizdə xanım idi. Kimin xanımıdır? Bizdə qonşu idi. 21 yaşlı xanımla ailə qurmusunuz. Belə bir iddia var. Bu düzdürmü? Yox, səhvdir o. Yalan deyirlər. Həmin xanımı siz ikinci yoldaş kimi almısınız. İkinci ala bilərəm, üçüncü alam, dördüncü onun kimi nələr var? Siz iddia edirsiniz ki, mənim vəziyyətim aşağıdır, mən uşaqlarımı dolandıra bilmirəm. Əgər vəziyyətiniz bunu təmin eləmirsə, siz necə 2 dəfə, 3 dəfə, 5 dəfə evlənirsiniz? Mən dolaşıq suallar verirsiniz mənə. Mən üzümdə gülməyindən çoxsu reaksiyada pis yazırlar. İddialara görə ailədə ümumilikdə 12 uşaq olub. Onlardan 3-ü əvvəllər, daha biri isə sonuncu hadisədən, zəhərlənmədən sonra həyatını itirib. Digər uşaqların necə öldüyünü soruşanda isə valideyn qeyri-dəqiq və ziddiyyətli cavablar verdi. Bildirmişdiniz ki, 12 övladınız olub, 3 rəhmətə gedib. Onlar nədən rəhmətə gedib? Onlar belə bir ki, 9 ay, 8 ayında yarımlar oldu, 6 ayına dünyaya gəlib asma bronxitdən ölüb. 7 ayında ananın bətində uşaq ölüb, 5 gündən sonra, 6 gündən sonra sancılar başıb aparmışı. Gördülər ki, ananın bətində uşaq ölüb. Bir dənəsi doğuşa yaxın ölmüşdü. O da asma hava çatışmazlığından. Doğulmamış ölən uşağı necə bilirsiniz ki, asma olub? Dediniz ki, asmadan ölüb. Həkimlər demişdi, elə bir ki, təzə olmuşdu, bir gün olub, səhəri dünyasını dəyişib. Ölüm, hamısında bastırmışam o qəbirstanın üçün. Daha öncəki müsahibələrdə bəzən 8, bəzən də 9 övladının olduğunu bildirən Kamil Cəbrayılov bir uşağını pay verdiyini bildirir. 8-i məndədir, birini pay vermişəm dediniz. Kimə pay vermisiniz? Onu deyəmərəm. Kimsə uşağı olmayana vermişik. Bəs uşağı olmayana vermisiniz, niyə sizlə qalır? Bizlə qalmır. Burada bizdə rəsmində 8 uşaqdır. İddialarla bağlı uşaqların anası olduğu bildirilən Afət Cəbrayılova ilə əlaqə saxladıq. Afət Cəbrayılovanın açıqlamalarında ailə daxili münasibətlər, maddi çətinliklər və baş verənlərə dair qeyri-müəyyən məqamlar diqqət çəkir. Onun danışığından hiss olunur ki, evdə həm sosial, həm də psixoloji baxımdan gərgin bir mühit mövcuddur. Yoldaşınızın sizdən başqa da xanımı var. Hə, Bir evdə yaşayırsınız. bir evdə hə. Videoları çəkən də həmin xanımdır. Onu deyə bilmərəm. Yoldaşınız sizlə bir yerdə bir xanım saxlayır, 2 xanım. O başqa yerdə də saxlaya bilərəm. Mən onu deyə bilmərəm ki. Amma mən gördüyüm ikincidir. Və siz necə qəbul eləmişsiniz həmin xanımın sizlə bir yerdə qalmasını? Əvvəl normal baxmırdım, indi sırf uşaqlarla beynim məşğuldur mənim. Yəni onun həyatına o barədə qarışmıram yəni. Kamil Cəbrayilovun ikinci həyat yoldaşı olduğu bildirilən xanım isə iddialara və suallarımıza belə cavab verdi. O tıklanma sözünü, o həyəcanlıdır, şokda olub. Səhvən deyib, o bir dəfə dedi, sonra demədi yəni. O şokdaydı, siz də mi şokdaydınız? Məsələn, canlı aç deyəndə Danışmaq istəməm, yəni mən nə olar, halım pisdir. necə qəbul elədiniz ki, belə bir ailənin ikinci xanımı olmağı? Uşaq deyiləm, 21 yaşım var. Qonşular da ailə ilə bağlı müxtəlif iddialar səsləndirirlər. Hamilə bir gəlin də var evdə. Qonşular dediyinə görə onun deyəsən ikinci həyat yoldaşıdır. Həyat deyəndə alıb da gətirib evə, o da hamilədir. Kamil özü deyirdi ki, mənim əlimdə kağızım var. Nə kağız? Dəlillik kağızım var. Heyf uşaqlardan amma, çox heyf. Uşaqlar yazıqdır. Normal bir ailə deyil. Vallahi ötən də biz də elə telefonda, TikTokda canını tıklayın, sən qucağında uşaq aparırsan bastırmaq, o yüzden deyir canını tıkla. Hamı da buna pul atır. Ailədən vallahi uşaqları alıb aparıb elə başqa yerdə saxlasalar məncə yaxşı olar. 6 uşaq, 12-14 yaşında oğlan uşağı ilə bu qız uşaqları bu hamama nəcə salıblar bu ana.
Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan ailədə hökm sürən vəziyyətlə bağlı bir neçə quruma sorğu göndərdik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Bildirildi ki, hadisə nəzarətə götürülüb. Ailəyə baxış keçirilib, uşaqların sağlamlıq və sosial vəziyyəti qiymətləndirilib. Zərər çəkmiş uşaqların müalicəsi davam edir. Hadisənin dəm qazından zəhərlənmə ehtimalı araşdırılır və nəticəyə uyğun hüquqi qiymət veriləcək. Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirildi ki, çoxuşaqlı ailə ilə bağlı yayılan məlumatlar araşdırılıb və məsələ nəzarətə götürülüb. Aparılan araşdırmalara əsasən, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda Dövlət Uşaq Müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan ikisinin yaxın vaxtlarda həmin müəssisələrə yerləşdirilməsi planlaşdırılır. Qalan 2 azyaşlı isə valideyn himayəsində olmaqla xalasının yanında yaşayır. Eyni zamanda ailənin mənzil məişət şəraiti yerində qiymətləndirilib və uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub. Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyatı qurumlarla birlikdə ailənin qiymətləndirilməsini aparıb. Nəticələrə əsasən sosial-psixoloji reabilitasiya üçün tədbirlər planı hazırlanıb və proses ərzində ailəyə sosial işçilər və psixoloqlar tərəfindən mütəmadi dəstək göstəriləcək. Prokurorluq tərəfindən dəm qazından boğulma ehtimalı ilə bağlı araşdırma başlanıb. Qeyd edək ki, aprelin 1-də ailənin 6 üzvü dəm qazından zəhərlənmişdi və onlardan biri 2 yaşlı Gülcənnət Cəbrailova aprelin 4-də dünyasını dəyişmişdi. Sumqayıt Tibb Mərkəzinin uşaq xəstəxanasından bildirildi ki, digər 4 nəfərin müalicəsi davam edir. Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə stabildir. Azyaşlılara dəqiqləşdirilməmiş virus infeksiyası və meningosefalit diaqnozu qoyulub. Respublika Pediatriya Mərkəzində müalicə olunan bir nəfərə meningosefalit diaqnozu qoyulub, vəziyyəti ağır stabildir. Fəridə Şahbazova, Vüsal Bayramov, Nigar Rəcəbova, APA TV.